Xoş, əziz tamaşaçılar, xoş görmüşük. Birinci videonun devamında saz dərslərimizin ikinci cələsəsini sizin üçün yetirirəm xidmətinizə. Biz birinci cələsə sazda olan pərdələrin adların, mizrapların, trimol texniki, bemol diyezlərin üstündə söhbət elədik. Amma ikinci dərsimizi istəyirəm elə aşıq havasının biri ilə başlayan, təcrübətən, geçmişdən gələcəyə ilə dədə-babadan hamımıza təcrübə olub, dilqəmi bir nəfər çalar, sazda. Sazda kulli texniklərə ağah ola bilər, müsəllət ola bilər. Onun üçün mən də elə dilqəmi havası ilə başlayıram. Bu dilqəmi havası Azərbaycan muğamlarına aid olan Segah muğamına aid. Ritmi 2-4-dir və sazda orta simləri həttəmən gərək mi pərdəsində birləşdirilir. Buna deyirik mi kökündə, yəni baş kökdə. Elmi sözdə mi kökü olur, hala ümumi dildə ki, geçmişdən söhbət edib də baş kök, divan pərdəsi, hər nə bunları birinci cələsədə tozif etmiş. Çün ritmimiz 2-4-dir, mənim yazdığım metodda hər sətri 4 yerə, 4 qismətə bölürəm. Bunun həttəmən yazısı sizin üçün göstəriləcək, orada hər şey aydınlaşacaq. Bəs hər sətri 4 yerə bölmüşük. Elmi söhbətdən hər bir sətri bir qədəmdə icra eləyə bilərsiniz, əgər qədəm istifadə eləsəniz. Qədəm yəni ayağı yerə vurub qozamaq. Zaman səncidir, yəni ritmizi onunla birləşdirə bilərsiniz. Hala qədəm vurmasaz da birlikdə qulağı ilə elə qədəmi saxlayır, ancaq qədəm də ola bilər. Bəs bizim yazımızda hər sət 4 qismətə bölünür. Hər 4 qismət birlikdə, yəni bir sətri kamil bir qədəmdə icra olunur. Hala bizim elmi notnevisimiz 5 xətt hamilin üstündədir. Onu nəzərdə alsaq, o 5 xətt ilə istəsəm sizə danışam. Qəvaiddə dola, çəng, siyah, səfid, qeyb notlarımız var. Bu 4 qismətə ki bölmüşəm mən, hər birin bir dənə dola, çəng hesablayın. 4 daha dola, çəng, 2-4-də bir yerdə olur bir qədəm. Anlayış bu cür olsun. Ancaq yazı görüləndən sonra çox rahat edə bilərsiniz, irtibat qurarsınız bu dərslərimizlə. Bəs mən başlayıram indi dilqəmini sizə tozif verməyə. Dilqəmi çalınanda ikinci barmaq fada olsun, birinci barmaq midə. Birinci not o 4 notdan əvvəlki fadır. Amma mən fa vurandan sonra barmağımı fadan götürürəm. Buna neçə ad işlədirlər? Biri lal barmaq, biri işarə, biri bəzək, biri forşulaq. Hər quna adlar eşidilir. Mənim yazımda işarə yazılır. Mən ki fa vururam birinci, barmağımı götürürəm. Buna deyirəm fa, işarə və mi. Bu birinci notumuzdur. İkinci notumuzun yerinə xətt-i tirə çəkilir. Bu sukut anlamındadır. Yəni, hər kəs bu xəttləri gördü hər zaman. Zaman babətindən indi sətrə baxacaqsınız, 4 yerə bölmüşəm. Birinci fa, işarə və mi oldu üstdən, üst mizrabına. İkinci yoxdur. Üçüncünə mi çalmalıyam, amma başlanışı redəndir. Baxın. Bu teknik ancaq qopuz alətində olur ki, mizrabı 2 yerə bölünür. Mi çalanda redən başlanır. Buna deyirlər forşulaq, ya bəzək, ya lal barmaq. Yine mən işarə işlədirəm, deyirəm mi çalım əzrə işarə. Baxın. Gəlirəm addan 3 simin altında dayanıram. Bu simlər bizim üçün do tanınıbdır. Bir daha da do vururam. Başlanışda deyirəm fa işarə və mi, sukut. Sonra mi əzrə işarə. Sonra do. Bunu əgər 5 xəttin üstündə görsəsə, fa çəng yazılır. Mi do da dola çəng. Olar fa, mi do, 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 fa, mi do. Bu birinci başlanış dilqəminin startıdır. Hala parmaq qızdırmaq, ritmi tanımaq, start və bu çox mühüm cümlədir. Fa, mi, do. Tamam cümləmizin cavabı və səsin kamilləşmana görə bu fa, mi, do icra olunur. Buna görə bunun təmiz çalınmasına çox diqqət edin. Fa, mi, do. Bu mi, do daha həssasdır ki, əzrə işarə olur.
bu başlanğıçdan qutulandan sonra birinci cümlə dilgəmdə fa ilə başlayır. Yine 4 dənə notu bir sətdə nəzərdə alaq. Birinci fa işarəli fa diyez. Biz faya mizrab vururuq. Bəzəyimiz fa diyezdir. Əsl notumuz fa'dır. Birinci barmağımız. Dayanırıq çünki ikinci not yoxdur. Üçüncü nota addan bir dənə sol işarə və fa. Dördüncü notda sol. Yine çəng, donatçəng anlamında fa, sol, sol. Sonra kamilleşmək üçün həttəmən fa mi do çalmalıyıq. Fa, mi do, fa, sol, sol, fa, mi do, fa, sol, sol, fa, mi do. Bəs birinci cümlə belə oldu. Fa işarə fa diyez. Birinci yer aldı, ikinci yer yoktu, üçüncü yeri sol işarə və fa. Yani solu ondan sonra götürdü. Dördüncü yerde sabit da sol. Oldu. Fa, sol, sol, fa, re, do. Bu cümlə birinci cümlədir dilgəmdə. İkinci cümlədə baxırıq görürük 4 dənə not rədif ilə bir sətdə düzülüb. Belə bir şəraitdə, yəni 4 dənə dolaçəng not bir qədəmdə çalınacaq. Dolaçəngində usulən mizrabları üst-alt, üst-alt. Bəs rədiflə re, mi, fa, sol 4 dənə notdur. Bunu bir qədəmdə icralamaq çox rahatdır. 1, 2, 3, 4 və tamam konəndə ya kamil konəndə fa, mi, do, re, mi, fa, sol, fa, mi, do, re, mi, fa, sol, fa, mi, do. Və üçüncü cümlədə eyni ikinci cümləyə dolaçəng yazılıb 4 dənə. Onlar da fa, sol, sol, fa, fa, mi, do, fa, sol, sol, fa, fa, mi, do. Dördüncü cümlə və bu bugünkü dərsimizin axir notu sol bir qədəmi kamil birim olur. Əgər 5 xəttin üstündə görsətsək, bu solu bir dənə notu siyahla görsədə bilərsiniz. Trimonun da kamili üst mizrabla başlar, alt mizrabla qutular. Baxın, sol və tamam konəndə fa, mi, do, trimon, fa, mi, do, sol, trimon. Bunları dəfələrlə icra edirəm ki, qulağınızda yaxşı otursun. Bu 4 cümlə ilə biz demək olar çarçı bir dilgəmi çalmışıq. Çoxlu işlər, çoxlu güllər, çoxlu hərəkətlər, çoxlu tərkibi notlarla siz bu məcmuəni doldura bilərsiniz. Çox uzun görmürəm şuluq eləmək. Zaman var, adam özü bir həddə yetişəndən sonra qulağı ilə də eləyə bilir ki, müxtəlif gülləri, müxtəlif cümlələri çalsın. Feylən bu həddə metodumuzda olsun, ta ki, o birisi cələsələrdə dilgəmi bir cələsədə, 2 cələsədə qutulan bir şeydir. Amma çalışacağım 4 cələsə ilə, ya 3 cələsə ilə tamam eləyəm. O birisi faylı videoda inşallah dilgəminin bu çaldıqlarım, bu tozih verdiklarımı bir yerdə çalıram sizin üçün. Feylən bu video qət olsun, ta ki ikinci videoda mən sizə bunu təqdim edeyim xidmətçisi.